Deməli, bir hörmətli izləyicimiz yazır, pulsuz kişi zəifdir. Ümumiyyətlə, bir qadının belə bir status yazması və yaxud da rəy yazması onun həyatında baş verən ağır travmalardan xəbər verir. Gəlirik işin digər məsələsinə, yəni əsas məsələsinə. Kişi əgər öz öhdəliyini yerinə yetirmirsə, yəni öz məsuliyyətini boynuna götürmürsə, tənbəllikdən pul qazanırsa ki, həyatda bəzi şeylərə çarə yoxdur. Birincisi, bildiyimiz kimi ölmə çarə yoxdur. İkincisi, qocalıqdan yaranan xəstəliyə çarə yoxdur. Və üçüncüsü də tənbəllikdən yaranan kasıbçılığa çarə yoxdur. Bəli, o zəif kişidir. Amma kişi də var ki, başına deyək ki, bir hadisə gəlibdir. Elə bir hadisə gəlib ki, elə bir qəza gəlib ki, artıq iş qabiliyyəti yoxdur və yaxud da xəstəlikdən əziyyət çəkir. Və yaxud da elə yerdədir ki, orada artıq pul qazanmaq mümkün deyil. Yəni, daha çox pul qazanmaq mümkün deyil. Və yaxud da biliyi, bacarıqları ona imkan vermir. Nəticədə insanın da bir limiti olur da. Hər kəsin biliyi, bacarığı, qabiliyyəti eyni səviyyədədir deyə belə bir şey də yoxdur. Bunu zəiflik hesab eləmək o qədər ağıllı bir fikir deyil. Məsələn, kişi bir iş adamı ola bilər, iş kimliyi kimi çox uğurlu ola bilər, amma övladlarına bir ata kimi sıfır ola bilər. Adam da var ki, dəmirçidir, elə çox pul qazanmır, amma belə götürəndə övladlarını onun başına and içirlər. Yəni, çox gözəl bir atadır. Yəni, işin digər tərəfi də bax budur. Və bir başqa tərəfinə gəlirik. Hər pullu kişi də güclü kişi deyil. Bəlkə onu şans əsəri bir vəzifəyə qoyublar. Bəlkə miras yedidir, atasından, babasından qalma obyektlərdə o şəkildə dolanır. Və pulunun qədrini bilmir və hara gəldi xərcləyir. Ümumiyyətlə, bu cür ifadə işlətmək bəzi namuslu və qeyrətli insanları təhqir eləmək anlamına gəlir. Hə, o ki qaldı qadın gücü, ümumiyyətlə güclü qadın deyə belə bir anlayış yoxdur. Qadın sadəcə güclü olmağa məcbur buraxılır. Yəni, alfa qadını deyən belə bir anlayış yoxdur. O sadəcə görünüşdədir. Belə qadınların çoxu gecə vaxtı öz yataqlarında ağlayırlar və yaxud da antidepressant qəbul edirlər. İstisna hallar da var, amma istisnalar ümumi nəticələri dəyişmir. Hətta ən güclü qadın belə özündən ən güclü kişinin himayəsi altına girmək istəyər. Diqqətinizə görə minnətdaram. Sağ olun.